Tərəfsizəm. Sizdə nədir? İsrail. İsrail-Fələstin müharibəsində kimin tərəfindəsiniz? Abi ben Türk'üm. Azerbaycan neredeyse biz oradayız. Vallahi əslində müsəlman tərəfində olmalıyım. Çünki müsəlmanam. Fələstin. Fələstin-İsrail müharibəsində kimin tərəfindəsiniz? İsrail. İsrail tabii. Nəyə görə? O məndə qal. İsrail. Nəyə görə? Çünkü İsrail Yahudiler zıdki bizim dostlarımızdır. Mən şəxsi olaraq belə desəm, mən İsraildə oxumuşam deyə. Mənim üçün İsrail daha doğma gəlir və İsrailin Azərbaycana olan dəstəyindən ötürü əsas məsələ düşünərək İsrail tərəfində olduğumu düşünürəm. Fələstin qeyri-qanuni olaraq çox gözəl millətli Yahudilərə basqın edib. Mən şəxsən Azərbaycanlı olaraq onu pisləyirəm. Yahudi ölkəsi çox bir dənədir, çox olar mədəniyyətli, dövlətli və mən bizim Azərbaycanla dostluğumuz davam etdirir. Ona görə mən Fələstinin bu nəllətdirəm, bu cünə yatan yerdə. Fərz edin ki, mən YouTube'da baxdım. İnanın mənə, qoca arvadır maşın qoyurlar, qadını, dinsiz əhalini, silahı olmadan gəlirsiniz, siz təcavüz, bu nə dərəcə düzgün. Onu mən çox pisləyirəm.